Əgər sən də yumruq zərbələrinin daha güclü olmağını istəyirsənsə, bu göstərəcəyim 2 məşqi hər gün evdə 20 dəqiqə olmaqla et. Birinci məşqimiz yumruq vəziyyətində jim vurmaqdır. 15 təkrar 3 setdən ibarət olaraq siz hər gün bu jim vuraraq qollarınızın daha güclü olmasını, nəinki qollarınızın, hətta bədəninizin istənilən bir nöqtəsinin daha güclü olmasına nail ola bilərsiniz. Yəni başlayaq. Birinci seti bitirdikdən sonra 15 saniyə istirahət edib, sonra ikinci setə başlaya bilərsiniz. Bunu da xatırladım ki, bu məşqlər sizin sırf bədəninizin böyüməsi üçün deyil, bədəninizin daha güclü olmasına yönəlmişdir. Gəlin keçək ikinci setə. Və yenə 15 saniyə fasilə edib 3-cü setə davam edəcəyik. Davam edək. Və bunu xatırladım ki, sonuncu seti edərkən sizdə yəni bunu 15 dəfə yox, daha çox edə bilərsiniz bədəninizin tükənənə qədər. Bu da daha təsirli olur. Təbii ki, mən burada yeni başlayanları nəzərə aldığım üçün sadəcə 15 dəfə edəcəm. Gəlin başlayaq. Bəli, birinci məşqimizi bitirdik. Növbəti məşq isə almaz vəziyyətində əllərimizi tutaraq jim vurmaqdır. Bu jim nəinki bədənimizi gücləndirir, həmçinin bizim sinəmiz üçün də çox önəmli bir məşqdir. 20 saniyə fasilə edəndən sonra növbəti məşqimizə davam edək. Təbii ki, bu məşqi də siz yenə də 3 set 15 təkrardan ibarət olmaqla edəcəksiniz. Bunu xatırladım ki, ilk başlayanlar üçün bu məşqlər çətin ola bilər, amma siz heç də ümidinizi üzməyin. Çünki hər bir yeni başlayan ilk vaxtlar bu məşqləri edə bilməyə bilər. Çünki həqiqətən biraz çətin məşqlərdir. Lakin siz çoxlu təkrar edəndən sonra görəcəksiniz ki, həqiqətən də bunlar elə də çətin məşqlər deyil. Sadəcə sizin əzminizə və çalışmağınıza bağlıdır. Gəlin növbəti məşqimizə davam edək. Əllərimizi bu vəziyyətdə tuturuq. Bax, bu vəziyyətdə birləşdiririk almaz şəklində və 15 təkrar 3 set olmaqla davam edirik. Başlayaq. Ya Allah. Və 15 saniyə fasilə edirik digər məşqdəki kimi. Təbii ki, siz 15 saniyə fasilə etməyə bilərsiniz, daha çox fasilə edə bilərsiniz. Yəni bu məşqin ortalama fasilə vaxtı 15 saniyədir deyə mən belə göstərirəm. Amma siz istəsəniz daha çox fasilə edə bilərsiniz. Hətta daha az fasilə edə bilərsiniz. Bu sizin öz istəyinizə və gücünüzə bağlı olan bir şeydir. Gəlin keçək ikinci setə. İkinci seti bitəndən sonra yenə də 15 saniyə fasilə edirik və sonuncu məşqimizin sonuncu setini davam edəcək.
Buna deyim ki, yəni mənim göstərəcəyim məşqlər sadəcə bədənin güclənməsi deyil, həmçinin bədəninizin formalaşmasına da böyük təsir göstərir. Gəlin keçək sonuncu setə, 3-cü setə. Və sonuncu seti də bitirdik. Əgər sən bu videonu sonuna qədər izləmisənsə və bu da göstərilən məşqləri etmisənsə, həqiqətən sənin üçün yəni böyük bir şeydir. Çünki sən həqiqətən həzmkar və güclüsən, öz üzərində işləyə bilirsən və özünü inkişaf edə bilirsən. Və sonda bunu da qeyd etmək istəyirəm ki, əgər siz belə videoların, faydalı videoların daha çox gəlməyini istəyirsinizsə, abunə olub like edə bilərsiniz. Sağ olun, görüşənədək.